Çox maraqlı bir cərimə ilə rastlaşmışam. Dayanmaq qadağandır. 3.27 nişanı yoxdur. Görürsünüz yol ayrıcısı başlayır. Sağdan çıxanda sağa dönəndə heç bir saxlamağa qadağan nişanı yoxdur. Maşınlar da haqlı olaraq saxlayıblar. Bir neçə maşın. Belə çıxır ki, bunların hamısını yazıblar. Deməli, videonun indi ortasında, axırında çox maraqlı bir tapmaca olacaq. Onu soruşacağım sizdən, rəylərinizi yazasınız. Bəlkə də Xırdalanda yaşayanlar biləcək. Xırdalanda bazarın qabağıdır bura. Görürsünüz, cərimədə yuxarıda durmaq qadağandır 3.27 nişanıdır. Qarlı bir yolkalı yerdə yazılıb. Bu cərimənin özüdür. İndi sualı verəcəm bir dəqiqə. Görün necə maraqlıdır. Bu cərimə barəsində şikayətdir. Baxın, bax, videoda çəkirəm. Bəlkə bir küçə qabaq görürsünüz, nişan var, durmaq qadağandır. Dedim, bəlkə bir küçə o öndəki nişanı çəkiblər. Heç orada da, indi təkrar göstərirəm, heç orada da yolka yoxdur. Baxın, bax, bu yol ayrıcısı var burada. Burada nişan olsa belə qüvvəsini itirir. Burada nişan yoxdur. Amma bunu hardan çəkiblər? Bütün Xırdalına gəzdim, belə nişan tapmadım da. Yəni ki, arxası yolkalıq olsun. Görürsünüz, burada yolka yoxdur. Yolun başındakı tam başqa nişandır. Yəni bunu ora aid eləməyib haqlı olaraq. Çünki yol ayrıcısında itir. Bax, görürsünüz, bu nişanı, üstdəki nişanı harda çəkib? Yəni hər yerə baxmışam da, harda çəkib mənim maraqlıdır. Yol polisi özü görürsə bu videonu, mən xahiş edirəm, desin görün. Bu yol ayrıcısından sonra yoxdur. Bir də baxın da, yoxdur. Bu orada olan nişanı harda çəkib? Mən neçə bu gününə qədər Xırdalanda baxmışam. Cərimənin necə yazılır? Xəritə də düzdür. Xəritənin özü. O cərimə bir şey deyil. Sadəcə mənim maraqlıdır. Necə olur ya? Hansı təlimata əsasən bu nişanı, durma qadağandır nişanı hardan götürüb oraya əlavə eləyib? Halbuki təlimata görə nişanı maşından öncə olan nişanı çəkib qoyulmalıdır. Nişan yoxdur da, indi nə qoysun, hardan götürsün, hansı yaddaşdan götürsün? Haqsız cərimədir. Elə hesab edirəm, oradakı o birisi maşınlar hamısı haqsız yerə cərimə edir.